Müəyyən bax, nəyə baxırsan? Mən nə yapmışam? Biz məcəllik səndən feilin təsvir formları nədir? Deyir, hərəkətin subyektini bildirir, düzdürmü? Hərəkətin zamanını bildirir, hərəkətin tərzini bildirir, hərəkətin yerini bildirir, hərəkətin müxtəlif cəhətini izah edir. Bax, hərəkətin subyekti nədir? Baxın, subyekt nədir? Üzərində iş görəndir. Mən gələndə, burada mən işi görən subyektir və bu da feili bağlamadır. Feil bağlamadır. Buradakı gəl sözü anda əndə feili bağlamadır. Mən sözü hərəkəti nə edir? Feili bağlamanın subyektidir. Və yaxud da hamı istədiyi üçün feil ispat şəkilçisidir. Hamı burada subyekt məqamındadır. Niyə? Çünki işi icra nə bundadır? Görəndir, subyekt, işi görən, hamı istəyir, istəyən hamıdır. Sonra qonaqlar gələnlər. Bax, gələn kimdir? Gəl sözün anda əndə feili bağlamadır. Qonaqlar burada nədir? İşi görəndir. Mən evdə olanda, bax, gələn evdə olan kimdir? Mənəm. Mən burada subyekt qansıdır? Mən. Sonra mən kəndə gedəndə, gələn kəndə gedən kimdir? Mən. Burada mən nədir? Subyekt. Oldu mu? İndi bax, subyekt olan cümlələrdə feil müxtəlif qrammatik məna növlərində ola bilər. Bəzən biz deyirik ki, şəxsiz feil varsa, o cümlənin xəbərində şəxsiz feil varsa, o cümlədə mübtəda olmaz. Bəli, mübtəda olmaz, mübtəda yoxdur. Mübtəda x-dir, yoxdur. Amma subyekt ola bilər. Bax, mübtəda olmaz, amma subyekt ola bilər. Aydın oldu? Yəni, bax sözün köküdür, baxılırdı. İdiymişdə işlənmişdir, baxılırdı. Nəyə baxılırdı? Futbola. Nə zaman baxılırdı? Mən gələndə. Mən gələndə burada subyekt var, çünki gələn mənəm və şəxsiz feildir. Amma mübtəda yoxdur, amma subyekt var. İkinci cümləyə baxırıq. Hamı istədiyi üçün məktub yazılır. Eyni şəkildə yazıldı. Məhsul növ feil olanda cümlədə subyekt olmur, bilinmir. Amma məhsul növ nə yazılır? Məktub. Məhsul növ feil olanda cümlədə subyekt ola bilər. Amma mübtəda formasında olur. Burada mübtəda obyektdir. Obyekt məktubdur və cümlədə nə sualın cavabı? Mübtədadır. Hamı istədiyi üçün isə hamı burada subyektdir, amma mübtəda rolunda deyil. Niyə? Nə məqsədə? Başqa cümlə üzrə rolunda olur. Yəni, feil sifətin tərkibində olur. Üçüncü bir cümlə. Onlar gələndə, məsələn, qonaqlar gələndə hava qaralır. Bax, qaradan qaralırdı. Bu məlum növdə olan feildir. Məlum növdə olan feil havadır burada, mübtədadır. Amma burada neçə dənə subyekt var? 2 dənə subyekt var. Həm hava bir dənə subyekt, həm də qonaqlar subyekti. Deməli, məlum növ olan cümlədə 2 dənə subyekt ola bilər. Biri olacaq mübtəda vəzifəsində, biri isə olacaq yenə subyekti, amma feil bağlamanın tərkibində zaman zərfi kimi işləyəcək. Sonra mən evdə olan